Yekaterina Medici 1519-cu ildə Florensiyada anadan olmuşdu. Ata nəsli çox məşhur bankir və Florensiya rəhbərlərindən idi. Yekaterina doğulandan sonra anası, bir neçə gündən sonra isə atası vəfat etdi. Yekaterina çox təmtəraqlı həyat görmüşdü, lakin sevgi bilməyən bir qız idi. Yekaterinanı Fransa şəhzadəsi 2. Henri üçün istədilər və gənclər 1533-cü ildə Marseldə evləndilər. Bu izdivac İtaliya və Fransa əlaqələrini möhkəmləndirdi. Yekaterinanın 3 oğlu, bir qızı dünyaya gəldi. Tarixdə Yekaterina Medici qan içən, rəqiblərini zəhərləyən və qara qüvvələrlə maraqlanan bir kraliçə kimi qalmışdı. Yekaterinanın ən böyük günahı Varfolomey gecəsi oldu. Dini azlıq olan Hugenotlara qarşı həmin gecə terror baş verdi. Fransa üzrə 30.000 Hugenot məhv edildi. 1589-cu ildə 69 yaşında Yekaterina Medici vəfat etdi.